suresinin 235-ci ayəsi. Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. La yu'axizukumullahu billəğzi fi əymanikum. Boş-boş, bihudə şeylərə görə, and içməyinizə görə Allah sizi cəzalandırmaz. Boş-boş şeylərə görə and içmişsiniz, sonra andınızı pozmuşsunuz, ona görə Allah sizi cəzalandırmaz. وَلَكِنْ يُؤَخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ. Lakin sizin qəlbən and içdiyiniz şeylərə görə Allah Teala sizə cəza verər. Vallahu gafurun həlim. Allah Teala çox bağışlayandır və cəza verməkdə tələsməyəndir, həlimdir. Bu ayənin təfsiri barəsində qeyd edirlər ki, Abdullah İbn Rəvaha adlı bir şəxs olub. Əgər mən səhv eləmirəmsə, Peyğəmbər dönəmində olan şairlərdən biri olub. Çünki Peyğəmbər dövrünün şairlərindən neçə şair var, bu olmalıdır, həmin şəxslərdən biri olmalıdır. Abdullah ibn Rəvaha söz verir ki, əleyhissalam, söz verir ki, qızı ilə kürəkənin arasında narazılıq yaranır, mübahisə yaranır. And içir ki, mən bunların işinə qarışmayacağam. And içir ki, mən bunların işinə qarışmayacağam. Quran-ı Kərimdə ayədə Allah Teala buyurur ki, hər hansısa bir ailədə söz-söhbət yaranarsa, qız tərəfdən də, oğlan tərəfindən də ağsaqqallar yığışsınlar, arada sülh, barışıq yaratsınlar. Bunu Allah Teala buyurur ki, belə bir əməlin olması vacibdir, gözəl əməllərdən biridir. Bu, həmin Abdullah adlanan şəxs and içir ki, mən onların işinə qarışmayacağam. Daha sonra ayə nazil olur ki, bu işlərə görə ki, and içmişsiniz, andınızı poza bilərsiniz. Məsələn, adam o andın hökmlərində də, şəriət kitablarında da yazır. Anddir, nəzirdir, əhd məsələsidir. Bunlar üçü yanaşı gəlir. İnsan qəzəblənən vaxtı, ondan sonra sakit olmayan bir zamanda, and içdiyi zaman o andlar düzgün and hesab olunmur. O andlar düzgün and hesab olunmur.